Məhərrəmdə bizdə qəribə bir hal olur. Və dünən axşamdan o hal var. Dostlardan biri də yazmışdı ki, hər dəfə əza da saxlaya bilərik, məclisdə də ola bilərik. Dünən axşam hilal doğandan, yəqin ki, bəzi insanlar görürəm təsdiq edir, qəribə bir hal yaranır. Mən belə başa düşürəm ki, o hal İmam Hüseynin qəlbinin halıdır, sirayət edir bizlərə. Həqiqətən belə düşünürəm mən. Ümumiyyətlə, Kərbəla hadisəsində onun qəhrəmanlarının ürəyində baş verənlər məclisləri vasitəsilə axır gedir o əzadarların qəlbinə. Nə qədər tutumumuz var o qədər. Ona görə izah olunmaz halları biz burada yaşayırıq. Karvan yol gedir indi. Hər şey qabaqdadır. Adam hərdən canlı, o qədər hadisəni canlı görür ki, keçən illərdə demişəm. Deyirsən, bəlkə bu il İmam Hüseyni öldürmədilər. Peyğəmbər ümməti onun əziz övladına yer üzündə yer tapmır. Yolda xəbər gəlib ki, Müslüm şəhid olub, elçisi də Müslüm. Eşidən kimi ki, Müslüm şəhid olub, qızını çağırdı və ürəyə gəlmədi desin, atan şəhid olub. Tarixdə necə var, elə danışıram sizə. Deyir, götürdü, qızı başladı başına sığal çəkməyə. Yəni, yetim nəvazlıq eləyir, nəvaziş eləməyə. Uşaq da zirəng uşaq idi, başa düşdü ki, nəsə olub və dedi ki, atam şəhid olub, dedi qızım, amma mən sənin ata əvəzin olacam bundan sonra. Amma neçə müddət ata əvəzi olacaqsan bu yetim qıza? Müslümdə tək qalmışdı Kufə şəhərində. Bir şəhər namərdin arasında mərd kişi idi, tək qalmışdı. Gətirdilər Darul İmarəyə. Müslümün bircə dərdi qalıb. O da budur ki, Hüseynə xəbər çatsın ki, Kufəyə gəlməsin. Kimə deyir, gedib İbn Ziyada deyirlər. Belə namərd şəhər idi. Yaxşı təsvir edib Xurşudbanu Natəvan. Bir adamın ki, söz çatdırmağa adamı yoxdur, neyniyər? Bir vasitə kimi səba yelinə, küləyə müraciət eləyər. Ona görə küləyə müraciət eləyir. Söylə Hüseynə, ey səba, kər bu bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, dərd-ü bəlaya gəlməsin. Söylə ginən gətirməsin Kufəyə nazlı Əkbərin. Söylə ginən gətirməsin Kufəyə nazlı Əkbərin. Zülm ilə qanına batar Türrey müşk əmbəri. Bəlkə firəngi tək apar cümlə-i Ali Heydəri. Zibh-i əzim üçün bugün Kuh-i Minaya gəlməsin. Söylə Hüseynə, ey səba, kər bu bəlaya gəlməsin. Gəlməyə yoxdur fürsətim, qan ilə namə yazmışam. Öldür